Naxçıvanda tapılan Urartu dilində mixi yazılar ətrafında maraqlı iddialar səsləndirilib. Siyasi şərhçi Heydər Oğuzun sözlərinə görə, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov İlanlı dağda olduğu deyilən mixi yazıları təxminən 20 il ərzində axtartdırıb. O iddia edir ki, bu prosesə hətta hərbi hissələr də cəlb olunub. Heydər Oğuz bildirib ki, uzun illər davam edən axtarışlar nəticəsiz qalıb. Onun fikrincə, bu tarixi abidələr üçün yaxşı hal olub. Stat: Urartuların bəxti gətirib ki, bu axtarışlar heç bir nəticə verməyib. Yoxsa indi həmin yazıların üzərində ya Kiril, ya da Latın əlifbası ilə Vasif Talıbovun ağlına gələn tarix yazılacaqdı. Necə ki, Əlincə qalasından tutmuş Gülüstan türbəsinə, köhnə qalaya qədər xeyli sayda tarixi əsərlərimiz bərpa olunmaq bəhanəsi ilə yenidən tikilib. Statın sonu. Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan ərazisində Urartu dilində mixi yazıların aşkar edildiyi barədə məlumat yayılmışdı. Bu məlumatdan sonra həm tarixçilər, həm də ictimaiyyət arasında geniş müzakirələr başlanıb. Tapıntının tarixi əhəmiyyəti, onun hansı dövrə aid olması və gələcək araşdırmaların nəticələri maraqla gözlənilir. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.